İmam Səccad əleyhissalamın Məkarimul Əxlaq duasının şərhi. Keçmişdə bu barədə mən danışmışam. İndi də yenidən bu mövzuya biraz da geniş şəkildə toxunmaq istəyirəm. Bu dua Səhifə-i Səccadiyyə kitabındadır. Səhifə-i Səccadiyyəni tanıyırsınız, bilirsiniz, hamınızın eşitdiyi bir kitabdır. Çox mötəbər bir kitabdır və İmam Səccad əleyhissalamın dualarının toplandığı bir kitabdır. Mən deyərdim ki, Səhifə-i Səccadiyyə əslində İslam təlimidir, din təlimidir, dua dili ilə. Və bunu da qeyd eləmək istəyirəm ki, dua dilində din təlimi daha dərin olur, daha əhatəli olur. Niyə görə? Məsumların hədisləri var, bir duaları var. Mən düşünürəm ki, duaları hədislərindən daha dərindir. Çünki hədisləri dedikləri zaman qarşısında dayanan insanın səviyyəsini nəzərə alıb danışıblar. Onların səviyyəsinə uyğun danışıblar. Hədisdə var, kəllimin nas bi qədri uqulihim. İnsanlarla ağıl səviyyələrinə uyğun danışın. Ona görə də bəzi sözləri görsən, elə bu zamanda da görürsən, insan fərqli şəkildə başa düşür, amma qarşısındakını nəzərə alıb, fərqli şəkildə onu deyir. Biraz aşağı səviyyədə deməyə məcbur olur. Məsumlar da belə olub. Dediyi sözlərin hamısı heç də məsumun mərifətinin göstəricisi deyil. Qarşısında dayananı da nəzərə almaq lazımdır ki, kimə deyib sözü. Duada isə məsum Allahla danışır. Allahla danışırsa, o zaman ürəyində nəyi var, onu deyir. Ona görə dualar daha dərindir. Duaların bəzi hissələri var ki, mən ariflərdən eşitmişəm ki, Kumeyl duasının müəyyən hissələri var ki, onu dərk eləməkdən acizdir insan. Yəni, mümkün deyil, şərhi mümkün deyil. Amma bəzi hissələri var, hamı üçün əlçatandır. Dua dilində imamlar həqiqətlər çatdırıb, ruhunun halını ifadə edib. Eyni zamanda dua muizədən daha incədir. Muizədə ola bilər ki, birini nəsihət edərkən biraz tünd sözlərdən də istifadə olunsun. Amma dua zamanı qəlb riqqətə gəlir və bir çeşmə kimi mərifət qaynayır. Bir misal deyim, məsələn, Əbu Həmzə Somali duasının incə bir hissəsidir. Günahkarlara ümid verən bir sözdür. İmam Səccad əleyhissalam deyir ki, ilahi, mən günahkaram. İndi günah nə mənadadır, onu da izah eləmək istəmirəm, İmam Səccad nə günah eləyib. Onu deməyə ehtiyac yoxdur. Bilirsiniz ki, imamların da Allahla öz münasibətləri var. Bizim təsəvvür etdiyimiz günahları imamlar etməyib, edə də bilməz. Onlar məsumdur. Yəni, əqidəvi bir mövzuda ona toxunmaq istəmirəm. Deyir, ilahi, mən günahkaram. Ondan sonra deyir ki, əgər mənim günahımdan dəyərsiz bir insan xəbərdar olsaydı, dəyərsiz bir insanın gözü qarşısında mən bu günahı eləməzdim. Amma sən baxa-baxa elədim. Bu çox pisdir də elə ki, yəni Allahın dəyərindən çoxdur mu adi insanın, dəyərsizin dəyəri ki, Allahı bu qədər dəyərləndirmədimmi? Amma görün necə incə bəyan eləyir. Buyurur ki, lə ləənnəkə əhvanun nazirinə və əxəfful mütəli'in. Deyir, bu ona görə deyil ki, sən mənə baxanların ən, belə deyə də, dəyərsizisən. Bu, səni dəyərsiz saydığıma görə deyil, səni qiymətsiz bildiyimə görə deyil. Bəlli ənnəkə ya Rəbbi xeyrus satirin. Bəlkə buna görədir ki, sən mənim Rəbbim, çox mehribansan, eyibləri örtənsən. Bu, buna görə deyil ki, səni mən yüngül saymışam, başqalarını səndən dəyərli bilmişəm. Başqalarının yanında eləyirəmsə, eyiblərimi açır. Amma sən Səttar əl-Uyubsan, sən məni belə öyrəşdirmirsən ki, mən sənin rəhmətinə sığına bilirəm. Bu, səni dəyərsiz sandığıma görə deyil. Dua dili görürsünüz necə təsirli bir dildir. Günahı izah eləyir, deyir, günah etməyim səni dəyərsiz saydığıma görə deyil, sən məni belə öyrəşdirmirsən, mən dəfələrlə günah eləmişəm, sən örtbasdır eləmişsən, məni belə öyrəşdirmirsən. Mən indi arxain oluram və bağışlanmağa
bağışlanmağıma ümid edib sənin huzurunda günah edirəm. Dua dili insanı daha tez islah eləyir. Duanın qəlbə təsiri deyərdim moizədən daha çoxdur. Dua həm də insana öyrədir ki, insan nə istəməlidir. Duanı oxuyanda bilirsən ki, bax, insan budur. İnsan bu şeylərin arzusunda olmalıdır. Çünki insan istəkləri ilə tanınır axı. Gündəlik arzularınızı, siyahısını tutun, özünüzə qiymət verin. Mən nə istəyirəm? Nə istəyirəm qədərəm. Qiymətim istədiklərim qədərdir. Arzularım, istəklərim mənim qiymətimi müəyyən edir, mənim kimliyimi göstərir. Xüsusilə Səhifə-i Səccadiyyə duası kamil insanı tanıtdırır bizə. Səhifə-i Səccadiyyə duaları Peyğəmbər Əhl-i Beytinin zəburu hesab olunur. Səhifə-i Səccadiyyə. Alimlər belə bir qiymət veriblər. Duasız insan islah ola bilməz. Bunu yadda saxlayın. Mən keçmişdə sizə bunu demişəm, bir daha deyirəm. Mən özümü islah edəcəm sözü yoxdur. İnsan özünü islah edə bilməz. İnsanda bu güc yoxdur özü ilə bacarsın. Bu bir mənalıdır. İnsan özü ilə bacarmaq gücündə deyil. Və insan bu acizliyi başa düşüb Allaha sığındığı zaman islah ola bilir. İnsanın islahının düsturu yolu budur. İnsanın islahının yolu budur. Mən özümü düzəldəcəm anlayışı yoxdur. Mən özümü düzəltməkdə acizəm. Bunu başa düşdüyüm an, gedirəm təslim əlimi Allaha qaldırıram. Deyirəm ki, mənim bacardığım iş deyil. Etiraf edirəm, sən giriş bu işə. Allah da girişdi və salam. Onun qüdrəti sonsuzdur. İslah duasız mümkün deyil. Duadan başqa yolu yoxdur islahın. İslahın yeganə yolu duadır. Bəs addım atmayaq, addım qapı döymək kimidir. Addım adamı islah eləmir. Addım Allahın qapısını döymək kimidir. İslah edən odur. Bunu Quranda Allah açıq şəkildə bəyan edir. Buyurur ki, وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ مَا زَكِيَ مِنْكُمْ مِنْ أَحَدٍ أَبَدًا وَلَكِنَّ اللّٰهِ يُزَكِّي مَنْ يَشَاءُ. Buyurur ki, əgər Allahın sizə fəzli və rəhməti olmasaydı, sizdən biriniz də təmizlənə bilməzdiniz. Allah istədiyini təmizləyir. Allahın gücü çatır insanı təmizləməyə. İnsan öz başına qalsa bu işin öhdəsindən gələ bilmir. Məkarimul əxlaq duası istəklər toplusudur, münacat deyil. Münacat nədir? Allahla dərdləşmək. Duaların bəzi hissələri var, münacatdır. Məkarimul əxlaq duasının xüsusiyyəti budur ki, başdan ayağa duadır, münacat deyil. Hey istəklərini təkrar edir İmam Səccad əleyhissalam. Allahdan istəyir ki, müəyyən şeyləri ona nəsib eləsin. Və bu duada sırf əxlaq istəmir. İndi təfsir eləyəcək, tərcümə edəcək, görəcəksiniz ki, baxışla bağlı, qəlblə bağlı, rəftarla bağlı, müxtəlif, önəmli məsələləri İmam Səccad əleyhissalam Allahdan istəyir. Lazımlı nöqtələr bu duada cəm olunub. Uzun uzadı müqəddimə danışmıram, keçirəm duanın özünə. Ümid edirəm ki, bu duanın tərcüməsi sizin üçün maraqlı olacaq. Gələcək söhbətlərimizdə də və məndən bir yadigar qalar inşallah. İmam Səccadın şəfaətinə, ümidlə bu işi Allah rizası üçün görməyə çalışıram ki, onun o gözəl duasını, mənalı duasını sizin üçün tərcümə edim. Birinci cümləsində nədən başlayır? İstəkləri nə ilə başlayır? Birinci iman istəyir. İman istəyir. Bəlliğ bil imani əkmələl iman. İlahi mənə imanın ən kamil dərəcəsini nəsib elə. Belə başlayır duasını. Sonra buyurur ki, vəcəl yəqini əfdələl yəqin. Mənim yəqinimi ən üstün yəqin qərar ver. Ən üstün, yəqinin ən uca mərtəbəsini səndən istəyirəm. Bunlarla duaya başlayır. Kamil iman istəyi ilə İmam Səccad duasını başlayır. İman insanın bütün xoşbəxtliklərinin açarıdır. İman belə bir şey deyil ki, var bəsimdir. İman artmalıdır. Ona görə İmam Səccad əleyhissalam kamilini istəyir.
Mən sizə bunu demişəm, bir düstur, bir kiçik qardaşınız kimi demişəm. Hər şeyi istəyirsinizsə onun maksimumunu istəyin. Ləzzət istəyirsinizsə maksimumunu istəyin. Rahatlıq istəyirsinizsə maksimumunu istəyin. Hər şeyin zirvəsini istəyin və bəzi məhdudiyyətlər ki, din qoyur, deyir bu ləzzətdən imtina elə. Keçmişdə bunu sizə çox demişəm. Ona görədir ki, bu az ləzzət daha artığına mane olur. Din demir ləzzət istəmə. Din deyir, ləzzət istəyirsənsə maksimumunu istə. Və niyə deyir filan ləzzətlərdən imtina elə? Çünki bu azdır və çoxun qarşısını alır. Dinin formulası budur, düsturu budur ki, hər şeyin ən alisini istə. İmam Səccad da imanın ən üstününü istəyir. İman var, bəsimdir, yanlış yanaşmadır. İman hara qədər arta bilər? Allah bilir. Bugün bax, burada oturanların qəlbində olan iman milyard bərabər ola bilər. Təsəvvür edirsiniz? Niyə bəs biz yerimizdə dayanmışıq? Niyə azına qaneyik? Niyə bunu arzulamırıq? Bir halda ki, imandan şirin heç nə yaratmayıb Allah. Bir adama ən böyük cəza budur ki, imanının şirinliyini dada bilmir. Mənim kimi dindarlıq eləmək öz ünvanıma deyirəm. Allahın cəzasıdır. Biri günah eləyirdi, gəldi peyğəmbərlərdən birine dedi ki, heç mənə bəla vermir. Allah dedi, ən böyük bəlanı vermişəm ona. Soruş gör, ibadətindən ləzzət ala bilir. Dedi, xeyr, deyir da nə bəla? Gərək vacib deyil ki, göydən daş yaxsın başına. Bir adam imanlıdır və imanından ləzzət ala bilmirsə, ləzzətsiz yaşayırsa, o ən böyük bəlanın içindədir. Hər kəs ki, bu sözümü də yadda saxlayın. Bəzi cümlələr var ki, onlar yadda saxlanılmalı cümlələrdir. Hər insan ki, imanının şirinliyini dadmadı, mütləq günah eləyəcək. Mütləq, nə qədər moizə ilə xeyri yoxdur. Moizə ilə düzələn iş deyil. Bir adam imanının şirinliyini dadmadısa, günaha tərəf qaçması, getməsi qaçılmazdır, zərurətdir. Çünki insan acı yaşamaq istəmir. Nə qədər olar acı insan yaşasın, acılıq içində, ibadətindən, itaətindən ləzzət almasın, onun ürəyi sıxılacaq mütləq. Və özünü dağa daşa vuracaq ki, bir şirinlik tapsın həyatda. Şeytan da bu fürsətdən istifadə edib, şirin göstərəcək günahı, çəkəcək onu günaha tərəf. Günahın yaranmasının başlıca səbəbi imandan insanın ləzzət ala bilməməsi, şirinliyini dada bilməməsi. O zaman orada burada ləzzət axtaracaq, düzdür günahda ləzzət tapmayacaq. Amma bunu gəlib başa sal. Bunu başa düşmək üçün bəzi adam 70 il yaşayır, sonra baxır, deyir, hə, nə olsun? Mən həmişə demişəm, o bəzi eyş-işrətlə ömür keçirən adamların hərdən müsahibələrinə mən baxıram marağa. Deyərlər ki, adama bunu niyə oxuyursan? Amma baxırsan, görürsən ki, necə qəm qüssə içində, əksəriyyəti yox, bəlkə də hamısı belə vəziyyətdədir. Bəs nə oldu, keyf eləyirdi bu? Ömrünün sonunda baxın, hamısı bədbin halda, məyus halda və peşman halda ki, hə, nə olsun? Amma bir arifin ruhi vəziyyətinə, əhval ruhiyyəsinə bax, 90 yaşında. Gör, bir dənə şeydən gileylənir. Sadə müqayisə deyirəm sizə. Bir arifin Allah övliyasının vəziyyətinə bax. Elə bilirsən, gənc adamdır. Sevinclə dolub daşır varlığı, vücudu. İman çox şirin olmalıdır. Deyilsə, əlac eləmək lazımdır. Bu mövzular dəbdən düşməməlidir, darıxdırıcı olmamalıdır. Bunsuz həyat darıxdırıcıdır. Bu olmasa həyat darıxdırıcıdır. Nə qədər bəziyirsənsə bəzə. Vallahi ki, darıxdırıcıdır. Artıq darıxdırıcılığı hamını zara gətirib. İnsanlar baxır, görür ki, belə yaşamaq olmur. Bilməm, hiss edirsiniz son dövrlərdə ki, danışırlar, bayram ləzzət eləmir, heç bir şey insanlara ləzzət eləmir. Belə də olmalı idi. Bu dalana insanlıq gəlib dirənməli idi. Zaman apardı bir müddət, amma gəlir, deyəsən, hiss olunacaq dərəcəyə gəlir, çatır. Dünyanın puçluğu, dünyanın insanı qane eləməməsi. Allah nə qədər fəryad elirdi, Quranda eşitmirdi. Ərazitum bil hayatid dünya. Buna mı razı oldunuz, dünyaya mı razı oldunuz? Bu sizi qane edəcək mi düşündünüz?
İndi başa düşür insanlıq bunu. İman gərək öz şirinliyini göstərsin. İnsanın imanı artdısa Allahla aram yaşayır. Xoş yaşayır. Allahla olur, Allahla. Hiss edir ki Allahladır. Əfzəlül iman ən tə'ləmə ənəllaha mə'əkə eynəmə kuntə. Deyir, imanın ən uca dərəcəsi budur ki, biləsən harada olsan Allah səninlədir. Allah sənin yanındadır. Quran necə buyurur? Ənəm mə'əkum eynəmə kuntum. Mən sizinləyəm, harada olursunuzsa olun. Belə bir insan necə yaşayır? Qorxmur heç nədən. Musa ilə Harun əleyhissalamı Allah göndərir Fironun yanına. Da zamanının zalim şahıdır, padşahıdır. İki peyğəmbəri göndərir, deyir, qorxmayın, mən sizinləyəm, görürəm sizi. Vəssalam, bu söz kifayətdir ki, getsinlər iki miskin giyimdə adam Firona meydan oxusunlar. Təsəvvür eləyin, özünü Allah elan eləmiş bir şəxs taxtında oturub, iki nəfər çoban geyimində adam gəlir ona deyir ki, iman gətir ki, amanda qalasan. Baxır ətrafdakılarına deyir, bunlar nə danışır? Bunlar mənə ələ salıb, sizə ələ salıb. Yəni, siz Quranda var, siz bunlara təəccüb eləmirsiniz. Bunların heç nəyi yoxdur, mən Firona meydan oxuyurlar. Nəyin sayəsində? Allah deyir, mən sizinləyəm. İmam Hüseyin ağanın bu sözü yada düşür ki, səni tapan nəyi itirib, səni itirən nəyi tapıb. İman Allahı qazandırır insana. Hiss edirsən ki, Allah səninlədir. Hiss edirsən bunu. Nə qədər ola bilər bu iman? İmanın inkişafı hara qədərdir? Yəqin həddinə qədər, əleyhissalamın sözünə qədər. Deyir, pərdələr gözümdən çəkiləndə, qiyamət olanda yəqinimdə heç nə artmayacaq. Mən elə görürəm, dünyadaykən görürəm, öləndən sonra pərdələr gözümdən çəkiləndə yəqinimdə heç nə artmayacaq. Gördüyümü, bildiyimi görəcəm yenə. Bax, insan buracan gedib çata bilir. Bugün mühüm məsələ bu deyil ki, bizdə iman var və yaxud yoxdur. Mühüm məsələ budur ki, nə qədərdir iman, nə qədərdir. Qədəri mühümdür. Allah bizə rəhm eləsin ki, imtihanlardan çıxacaq qədər imanımız olsun. Ən-nas abidud dünya. İmam Hüseyin əleyhissalam buyurur, cəmaat dünyanın quludur və din la'iqun ala əlsinətihim. Din dillərində dolaşır. Elə ki, deyir, sakitlikdir, hamı dindardır. Və izə muhhisu bil bəla qəllət dəyyanun. Elə ki, imtihan gəldi, meydanda az adam qalır. Çətindir, az imanla sərt imtihanın qarşısına çıxmaq. İman gəldi, aramlıq gəlir. İman gəldi, qorxu gedir, istirab gedir, ləzzət gəlir. Və insan əslində bu həyatı arzulayır. Bu həyatı arzulayır. İnsanın arzuları bunlar deyil. Qüdrətli Allahla birgə yaşamaq daha yaxşıdır, yoxsa sərgərdan dolanmaq. İman varsa, bəzisində azdır, bəzisində çoxdur və bu çox iman uğrunda Quran bizi müsabiqəyə dəvət edir. Bəzisində tutum yoxdur iman gətirməyə. Tutum yoxdur, qəlbində tutum yoxdur. Deyir, görməsəm inanmaram. Başa düşmür ki, iman görməmiş inanmaqdır. Qəlbin xarab olub ki, deyirsən, görmədiyimə inanmaram. Qəlb belə deyil, qəlb belə yaranıb ki, görmədiyinə inansın, sonra yəqin etsin. Bu empirik düşüncə var, deyir, mən görməsəm inanmaram. Görüləsi bir şey yoxdur axı. Təcrübədə, laboratoriyada hansısa bir təcrübələr vasitəsilə Allahı tapıb görmək mümkünsüz bir şeydir. Bəzisində isə tutum var, amma azdır, onu artırmaq lazımdır. Və artırmaq da istəmir və təhlükəli vəziyyətdə azalır. İman belə bir şeydir, bax, artmasa azalacaq, yerində qalmır. Gün keçir, dünənlə bugün arasında imanın bir pillə yuxarı getmədisə, yerində qalmır, azalır. İman belə bir şeydir ki, azdır qalsın, az varımdır, bəsdir yox. Artırmadıqca yerində qalmır, azalır. Çünki şeytan iman oğrusudur. İnsan niyə günah eləyir mömin adamlar, heç düşünmürsünüz?
Allah rahat imkan verərmi biz günah eləyək? Allah bizi çox istəyir axı. Allah necə nəzərin çəkir ki, biz günah eləyək? Bəli, Allah nəzərin çəkir. Bilirsiniz niyə? Ona görə ki, bizə bildirmək istəyir ki, imanın azdır, artırmaq lazımdır. Ona görə günaha düşməyimiz də Allahın bizə rəhmətidir. Ki, biz günah eləyək, bilək ki, bax, bura qədərdir mənimki. Yoxsa arxayınlaşarıq. Həyəcan təbilidir ki, azdır. Yəni, günah edirsənsə, deməli, kifayət edəcək dərəcədə deyil. İmandan imana fərq var. Əbu Zər o əzəmətli səhabədir, Salmanla müqayisədə çox aşağı iman səviyyəsindədir. İman 10 dərəcədir. Peyğəmbərimiz buyurur, Salman 10-cu dərəcəsini fəth eləyib. Onun misalı İsa ibn Məryəm kimidir mənim ümmətimin içində. Görün, insanlar hansı yerlərə gedib çatıb. Biz nə vaxta qədər onlardan danışacağıq və dağılışacağıq. Nə vaxta qədər. Filan kəs belə idi, filan kəs elə idi. Bunu danışıb, dağılışıb, gedib həyatımızı yaşayacaq. Sanki bir moizələr də bir əyləncə məclisinə çevrilib. Gedək görək bizi feyziyab eləsin. Əgər feyziyab eləyə bilsə. Biz ruhanilər də yarışaq ki, kim daha yaxşı cəmaatı feyziyab elədi, şanı şöhrəti artsın desinlər, filan kəs yaxşı danışır. Dini də mi oyuncağa çevirək? Buna görə mi yaşayırıq? Feyziyab olmağa gəlməmişik. Bəli, sözün təsiri insanı mənəvi hala sala bilər, halında dəyişiklik yarada bilər, amma eşidib, dağılışıb, öz adi qaydada həyatımızı yaşamaq üçün yaşamırıq biz. Bu dərəcələrə həvəs yaranmalıdır bizdə. Biz bunun üçün dünyaya gəlmişik ki, iman bizdə yaransın, artsın, 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 nə qədər arta bilir, artsın. Ancaq bu qədər olmasın ki, ölüm anında biz imanla ölək. Bəli, biz bunu istəməliyik ki, biz imanla dünyadan apar. Bəzi adamın imanı ölüm anına qədər çatır, ölüm anında da şeytan deyib bütün gücünü ora saxlayıb. İndi bax, bizlə nə qədər mübarizə aparır, bizi azdırır. Deyirlər ki, ən axırıncı gücünü hara qoyub, ölüm yatağımıza, son nəfəsimizə. Orada bütün gücünü səfərbər eləyib bizə hücum eləyir və az olanda o, orada itir, qalmır. Nə çox Quran oxuyanlar olub ki, Qurana söyə-söyə dünyadan köçüb. Vallahi mən danışmışam, görmüşəm bu şeyləri, kitablarda görmüşəm. Bir ömür mənim kimi dindən danışan adamlar, Allah qorusun, axırda inandıqlarına şübhə ilə dünyadan köçüblər. Açıq-aşkar o şübhəni dilə gətirib dünyadan köçüblər. İman o həddə olmalıdır ki, nəinki itməsini, o həddə olmalıdır ki, ölümlə pərdələr göz önündən çəkiləndə elə təsəvvür elədiyini görsün. Bəlliğ bil iman, əkmələl iman. Bu birinci dua. İkinci istək, qısa danışım. İkinci istək budur ki, vəcəl yəqini əfdaləl yəqin. Mənim yəqinimi yəqinin ən uca dərəcəsinə çatdır. Biz hamımız dinə gümanla gəlirik. Gümanla və bu qəbahətli bir şey deyil. Bəlkə var, ola bilər var. 50-50-yə. Bunun eybi yoxdur. Quranda ayələr var, keçmişdə sizə oxumuşam ki, yazunnuna, zənn edirlər, güman edirlər. Yazunnuna ən mulaqu Rabbihim. Güman edirlər ki, Allahları ilə görüşəcəklər. Eybi yoxdur, adam birdən yəqinlə dinə gələ bilməz. O bəzi adam var, deyir, hazır olanda mən gələcəm. Hazır olanda, heç vaxt hazır olmur belə adam. Gəlməlisən ki, hazır olasan. Gümanla gəl, yarımçıq gəl, şübhə ilə gəl. Ehtimal, ağıl bunu deyir ki, çünki böyük bir söhbətlərdə təhlükə ciddidir. Biz axı bundan qat-qat az təhlükə olanda, o təhlükədən ehtimalı bundan da aşağı olanda, o təhlükədən qorunuruq. Bu deyir, mən hazırlaşım, şeytanın ən böyük hiləsidir. 20 yaşda deyir, 30 yaşda, 30 yaşda deyir, 40 yaşda, 40 yaşda deyir, 50 yaşda. Hey, mən hələ hazır deyiləm. Hazır olmayacaqsan, gəl ki, hazır olasan. Gümanla gəl, zənnlə gəl, bəlkə var deyə gəl.
Biz belə başlamalıyıq yola. Amma o qədər ibadət etməliyik. Bu ibadətin nəticəsində va'bud rabbəkə hətta yətiyəkəl yəqin. Bu itayətin nəticəsində o qədərdir bəndə ol ki, ta yəqinə çatasan. Bu bizim yaradılışımızın məqsədi.